Sizi Zaqatalanın Qalal kəndindən salamlayıram dostlar. Yəni. Burada internet yoxdur, telefon yoxdur, şəbəkə yoxdur. Yəni. Amma 5 kilometr aşağıda Cımcımaq kəndi var. Ora internet var orada. Yəni. Bir dənə xahişim burada nədir? Az Telekom providerına və onun şirkətin, daha doğrusu rəhbərliyinə bir xahişim var. Maddi olaraq nə olsa yarısını mən ödəməyə hazıram. Amma bu kəndə internet çəkin, xahiş edirəm. Çünki bəzi problemlər var ki, indi ana desin də, yaşlı insanlar var. Yəni xəstə yoldaşım var, yaşlıyıq biz. İndi qonşularımız var, onların da xəstələri olur. Təcirli maşın gəlməyən günlərimiz olur. Xəstəmiz olur. İndi uşaqlarımız hərəsi bir yerdədir. Telefon olsa heç nə onlarla əlaqə saxlayarıq. Deyərik xəstə olanda ki, ay bala, gəl bizə bir müalicə lazım, həkimə gedək, həkimə aparın bizə. Ona görə çox xahiş edirik sizdən. Onsuz da bizim prezidentimiz deyib ki, kəndlər bütün şərait yaradılmalıdır kənd cəmaatı üçün. Şəhərə axın olmasın. Ona görə lap biz də köçüb gedək buradan. Bu kənd boşalacaqdır. Bura gələn olmayacaqdır. Hırslanma, əsəbləşmə, internet şəbəkəsi çəkilər. 5 kilometrdə uzaq məsafədədir. Ümid edirəm ki, bizi eşidərsiniz. Söz vermişlər çəkəsiyik deyə. Gəlib yerini də müayən eləyiblər arxayda. Amma nə oldu bilmirəm də, aralarının nə oldu, nə oldu. İnşallah eləyərlər. İnşallah çəkərlər. Şükür, əgər o günlərdə görsək, daha ölsək, dərdimiz yoxdur.